Quru öskürəyim varsa, gün boyu boğazın qıcıqlanır, dayanmadan öskürürsənsə, onda bu video sənin üçündür. Videonu qayd elə, ekrandakı ağrıya toxun, qırmızı olsun və mənə diqqətlə qulaq as. Götürürsən bir dənə qazan, 2 litr adu su əlavə eləyirsən, bir dənə qırmızı soğan dilimləyib əlavə eləyirsən, 3 diş sarımsaq əlavə eləyirsən, bir dənə limon doğrayıb əlavə eləyirsən, biraz zəncəfil, biraz da darsın əlavə eləyib 15-20 dəqiqə qaynadırsan. Qaynadıqdan sonra gündə 2 dəfə səhər axşam yeməkdən sonra içə biləcəyin temperaturda içirsən. Bu qarşın boğazda olan qıcığı, quru öskürəyi götürməyə kömək eləyir. Bronxları və ağciyərləri fəaliyyətini yaxşılaşdırır, genişləndirir, rahat nəfəs almanızı təmin edir. Üstəlik soyuq dəymənizin əlamətlərini götürərək immunitetinizi gücləndirir və sizi gün boyu daha aktiv və daha enerjili olmağınızı təmin edir. Uşaqdan böyüyə hər kəs seçə bilər. Videonu hər kəslə paylaş və məni mütləq profilin üzərindəki pil işarəsinə toxunaraq takip et ki, sağlamlığının qeydinə qal. Nəzərə alsan, baloqlarla hər zaman sağlam qalasan. Bu üsul müalicə üsulu deyil, maarifləndirmə məqsədi ilə paylaşılır.